Salam hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindən canlı reportajımıza başlayırıq. Komandalar artıq meydandadırlar. Komandaların heyətləri ilə tanış ola bilərik. Başlayaq Neftçidən. Komandamızda qapını bugün 96 nömrəli Nicat Qaragözlü qoruyacaq. 84 komandanın kapitanı Hüseyin Babayev, 70 İbrahim Novruzov, 80 Həbib İsmailov, 74 Kamal Kazımov, 35 Fərid Səfərli. Qonaqların heyəti ilə tanış olaq. Kəpəzdə qapını 18 nömrəli Elgün Bayramov qoruyur. 6 komandanın kapitanı Nemət Musayev, 15 Cavad Kərimov, 71 Nicat Verdiyev, 97 Nicat Məmmədov, 66 Turqut Mustafazadə, 83 Qəşəm Məmmədov, 24 Sənan Kərimov. Qarşılaşmanın baş hakimi fitni səsləndirir və maç başladı. Neftçiyə uğurlar. Nemət Musayev, Sənan Ağayev korner yerinə yetirir, ötürmə qapı qarşısına, başla Hüseyin topa toxunur, amma uzaqlaşdırdılar topu. Kamal alınmır, top çıxır meydandan və artıq əlavə edilmiş 3 dəqiqədə tamamlanıb. Rəşad Əhmədov ilk hissənin final fitini səsləndirib. İrəli ötürmə dəqiqdir. Sənan Ağayev topu yaxşı qəbul edə bilmədi. İbrahim Novruzov, Sənan Ağayev keçdi bir rəqibini, Sənan zərbə indirir qapıya və gol! Sənan Ağayev 65-ci dəqiqə Neftçi hesabı açır. Sənan işlək olmayan sağ ayağı ilə topu qapıya göndərir. Oyunda vaxt keçdikcə alır topu ondan. Novruzovdan irəli ötürmə əla alınır. Həbib istiqamətində, İsmailov cərimə meydançasında topladı. Cavanşir cərimə meydançasına daxil olur. Həbib İsmailov özü zərbə indirir və gol! 2-0! 72-ci dəqiqə Həbib hesabı 2-0 etdi. 5 oyunluq cəzasından sonra. Ötən oyunu da zədələndiyi üçün tamamlaya bilməmişdi və nəhayət qollarına davam edir Həbib İsmailov. Burada İbrahim Novruzovdan əla ötürmə. İbrahim həm özü topu aldı, rəqibin hücumunun qarşısını kəsdi, həm də əla ötürmə etdi. Asist oldu onun ötürməsi. Tovuz səfərindən qələbə ilə qayıtmaqdır və Neftçi 2, Kəpəz 2 maçı yekunlaşır. Hörmətli izləyicilər, komandamız bu qarşılaşmada 2-0 hesabı ilə qələbə qazanır.